Tbilisi prokurorluğu 12 yaşlı ögey qızın şəxsi həyatını gizli video ilə çəkməkdə şübhəli bilinən şəxsi saxlayıb. Araşdırma göstərib ki, ögey ata qızın yataq otağına gizli video qeyd cihazı quraşdırıb və materialları qanunsuz əldə edib, saxlayıb və yaymışdır. Prokurorluq 157-ci maddə üzrə ittiham irəli sürüb. Həmin maddə 7 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq davam edir. Axmet rayon polis şöbəsi mübahisə zamanı qonşusunu bıçaqlayan D.İ.ni saxlayıbdır. Yaralı Hindistan vətəndaşı Mısır xəstəxanaya yerləşdirilibdir və tibbi yardım alıbdır. Hadisə məişət zəminində baş veribdir. D.İ.yə Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə ittiham irəli sürülübdür. Bu maddə 4 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq davam edir və bıçaq maddi sübut kimi götürülüb. Gürcistan Miqrasiya Departamenti Türkiyə vətəndaşı B.Q.-nı saxlayıb və ölkədən çıxarıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Gürcistanda qanuni yaşamaq icazəsi olmadan yaşayırmış. B.Q. Türkiyə hüquq mühafizə orqanları tərəfindən oğurluq, bədənə xəsarət yetirmə, dələduzluq və həbsdən qaçma ittihamı ilə axtarışda olubdur. Saxlanılan şəxs sərhəddən Türkiyə tərəfə təhvil verilib. Sarpi keçid məntəqəsində hüquq mühafizə orqanları Türkiyə vətəndaşı M.A.'nın idarə etdiyi avtobusun baqajında 150 qram kokain aşkar edib. M.A.'ya xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz gətirilməsi, saxlanılması və satışa hazırlama ittihamı irəli sürülüb. Bu cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutub. Maliyyə Nazirliyinin İstintaq Xidməti Santrediya Peşə Kollecinin yenidən qurulması layihəsində dələduzluqda şübhəli bilinən 4 nəfəri saxlayıbdır. Tikinti şirkəti nömrə 1 MMC-nin rəhbəri tenderdə qalib gələrək 6,6 milyonlar dəyərində işin 3,4 milyon layirisini alıblar. Lakin işləri tam yekunlaşdırmayıblar. İstintaq müəyyən edib ki, saxta sənədlərlə 661 min lari mənimsəyiblər. Cinayət 6-9 il həbs cəzasını nəzərdə tutur və istintaq davam edir. Gömrük əməkdaşları xarici vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsində 150 qram kokain aşkarlayıbdır. Narkotik qəhvə qablaşdırılmasında gizlədilmişdi. Prokurorluq maddi sübut əsasında xarici vətəndaşa ittiham irəli sürüb. Araşdırma davam edir. İmereti Meşə Xidməti Zestafoni Bələdiyyəsinin Boslevi meşəsində qırmızı siyahıda olan şabalt ağaclarının qanunsuz kəsildiyini müəyyən edib. Ümumilikdə 4 kubmetr yüksək keyfiyyətli taxta götürülübdür. Ətraf mühitə vurulan ziyanın həcmi hesablanır və fakt aidiyyatı istintaq orqanına göndərilir. Mərkəzi Kriminal Polis Departamenti 5 nəfəri həm Gürcistan, həm də xarici ölkə vətəndaşlarını narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışa hazırlanma ittihamı ilə saxlayıbdır. Saxlanılanlardan 22 bağlama kokain, 261 ədəd Subutex, 36 ədəd hissələrə bölünmüş Subutex, MDMA, amfetamin, psilosibin göbələkləri, lirika və marixuana aşkar edilərək götürülübdür. İstintaq davam edir. Acarsan polis şöbəsi AF və RQ-nı böyük məbləğdə qrup halında dələduzluqda şübhəli bilinərək saxlayıbdır. Onlar avtomobil almaq istəyən NM-dan 50 min Amerika Birləşmiş Dolları alaraq mənimsəyiblər. Cinayət 9 ilədək həbs cəzasını nəzərdə tutur.